Yaxşı. Təlimlər sistemi. Deməli, o gün o bir qrup deyir. Mənim Allah'ın salam belə kim zat eləmişdir. Yavaş. Deməli, Rəsal abi dərsə qulaq asdı əsas. Salam deyin. Təlimçilər sistemi. Yox, deyəcəm, salam, like eləyin, nə bilim deyin. Ekran tıklayın. Yorum beğenin. Sürət qrupuna qoşulmaz. Deməli, təlimlər sistemi. Boş şeylər bunlar. Hə, təlimlər sistemi. Qulaq asın, uşaqlar. Biz bir dəyişənli təlimlər keçdik də. Bəli. Bir dəyişənli təlimlər. Yəni oradan da x iştirak edirdi. Bir də 2 dəyişənli var. Necə dəyişənli? 2 dəyişənli. Məsələn, biz dediyimizdə ancaq bir dənə x iştirak edirdi. X dəyişəni. İndi isə həm də y dəyişəni olacaq. Ona görə məsələn bir dənə burada yazıram ki 2x topla məsələn 5y bərabərdir məsələn 16. Bu necə təlimlidir? 2 dəyişənli xətti təlimliyi. Başlayırsınızmı? 2 dəyişənli xətti təlimliyidir. Bu cür təlimlərə baxacaq. Yazıram indi 2 dəyişənli xətti təlimlik. Yenə xətti deyirik. Niyə görə xətti təlimlik deyirik uşaqlar? Çünki bunu məsələn biz buradan y tapsaq, kx topla b keçmişik funksiya. Eyni onun kimi bir şey alınır da. Yəni qraf gibi xətt olduğu üçün onu nə deyirik? Xətti təlimlik deyirik. İki dəyişənin xətti təlimlik. Məsələn burada bu təlimlikdə 2x topla 5y bərabər 16 təlimlikdə. Y tapmaq üçün 2x aratmalıyam. Sola. 5y bərabərdir. Mənfi 2x topla 16'da, elə deyilmi? İndi burada y tapmaq üçün. Neçəyə bölməliyəm bunları? 5'e. 5'e. Y bərabərdir. Mənfi. 2 5'e bölünsə necə? 0.4x toplu 16'da 5 bölünür. 3 tam 5 nə yazam 16 böl 5 elə. Görürsünüz necə təlimlik alındı? Xətti təlimlik. YouTube'a geleceksiniz mi? Deməli, burada inşallah oldu xətti təlimlik. Nədir? Xətti funksiya. Y bərabər kx topla b. K'mız nədir? Mənfi 0.4, b'miz nədir? 5.16. Aydındır mı? Yəni ona görə buna nə deyirik? Xətti təlimlik deyirik. 2 dəyişən olsa da xətti təlimlikdir bu. İndi gəlir uşaqlar, 2 dəyişənli xətti təlimliklər sistemi. Sistem olanda neçə təlimlik olur orada? 2 dənə də təlimliklər sistemindən danışırıq. 2 dəyişənli xətti təlimliklər sistemi. Yəni bundan elə bil ki 2 dənə olacaq. Alt üst. Çünki 2 dənə olmalıdır ki, onların həllini tapa biləyik. Yoxsa burada x də var, y də var. Hansı birini tapa bilirsən? Heç birini tapa bilmirik. Bir dənə hərf olanı tapmaq olur. Sağ-sol elib keçirib tapırsan. Ona görə 2 dənə təlimlik olanda sadələşdirib tapmaq olur. Firu. 2 dəyişən, deyəcəm firu kimdir? 2 dəyişənli deməli xətti təlimliklər sistemi. Təlimliklər sistemi. Hə, 2 dəyişənli xətti təlimliklər sistemi. Məsələn yazıram A1x topla B1y bərabərdir C. Burada elə bil ki A, B, C nələrdir? Ədədlərdir. Amma x-dan y nədir? Dəyişənlərdir. O birisi təlimliyimizdə belə yazıram da A2x topla B2y bərabərdir C2. Bura bir dənə təlimlər sisteminin mötərizəsi belə olur da. Təlimlər sisteminin mötərizəsi. İndi şöyle bu təlimlər sisteminin hər saylarının araşdırılmasına baxacaq. Bunun deməli hər saylarının tapılması. İstəyirsə söndürüm sancısını. Yaxşı. Deməli, birinci, uşaqlar, burada da yenə yeganə həlli soruşa bilər, sonsuz həlli deyə bilər, bir də həlli olmaya bilər, həlli yoxdur deyə bilər. İndi 3 halına da baxacaq. Əgər, Ravan eşitirsən? Deməli, hər saylarını tapıb, birinci baxın uşaqlar, yeganə həlli. Bu sistemin, təbii ki, xətti təlimlər sisteminin yeganə həllinin olması üçün yeganə bir həllinin
olması üçün hansı şərt ödənməlidir? A-lar həmişə nəyin qarşısında olacaq? X-ların, B-lər, Y-lərin qarşısında, C-lər isə tək ədədlər olacaq həmişə. Deməli, bunun həllinin olması üçün A1-in A2-yə nisbəti fərqli, yəni bərabər deyil B1-in B2-yə nisbəti. Bunu unutmayacaqsınız. Bəli. Məsələn, nümunə yazırıq buna aid. Yeganə həllin olmasına aid. Bəli. Deməli, nümunəmiz. Məsələn, düzdür, topluda, digər topluda var idi, bu 9-un toplusunda elə də buna aid suallar çox deyil. Məsələn, yazırıq ki, 2x çıx 5y bərabərdir 10. Bir də yazıram ki, kx üstə gəl, tutaq ki, 4y bərabərdir 8. Bu, iki dəyişənli xətti təhlillər sistemidir. Deyir ki, k-nın hansı qiymətində bu sistemin yeganə həlli var? Yazır ki, k-nın hansı qiymətlərində bu sistemin yeganə həlli var. Bu sistemin yeganə həlli var. Nə edəcək uşaqlar? Yeganə həll deyilsə, A1 nədir? 2. A1 2-dir. Bəs A2 K. 2 böl K fərqlidir. Mənfi 5 böl 4. Sonra nə edirsiniz? Çarpaz. Deyək, mənfi 5-i K-ya vuranda mənfi 5K fərqlidir. 2 vur 4-ə 8. Demək, burada da K-nı tapmaq üçün K fərqlidir. 8-i bölür nəyə? Mənfi 5-ə. K fərqlidir neçədən? Mənfi 1,6-dan. Yəni, mənfi 1,6-dan başqa K-nın bütün qiymətlərində bunun neçə həll olacaq? Yeganə həlli da, bir həlli. Bəli. Başa düşdünüz? Bəli. Bax bu formada. Gəlir indi ikinci hal. İkinci hal sonsuz həlli. Xətti təhlillər kimi eynidir o bir dəyişəndə. Sonsuz həll onu eləyirdi? Sıfıra bərabər ikisində. İndi burada da, amma burada sıfıra bərabər eləməyəcək. Üçün də nisbəti necə olacaq? Bərabər. A1 bölü A2 bərabərdir, B1 bölü B2 bərabərdir, C1 bölü C2. Bəli. Burada da indi. Deməli, sistemin sonsuz sayda həllinin olması üçün deməli, uşaqlar, A1 böl A2, bax, 3 nisbəti də bir-birindən. Bundan var sual. Hardasa bir 3-4 dənə, 4-5 dənə sual var, bax, bu sonsuz həldən. Deməli, A1-in A2-yə nisbəti bərabər olmalıdır. Rahat da, nisbətləri yazıb neyirsən sonra? Çarpaz vurub tapırsan. B1-in B2-yə nisbəti bərabərdir. C1-in C2-yə nisbəti deyib çarpaz vuracaqsan. Hansısa ikisini götürüb çarpaz vuracaqsan. Deməli, indi buna da bir dənə nümunə işləyirik. Bunun nümunəsini elə topludan yazaq. Məsələn, topludan, bəli, topludan məsələn, sonsuz həllə aid uşaqlar. Məsələn, səhifə 63-də 48-ci suala baxa bilərik. Səhifə 63-də 48-ci sual. Zəhmət. Səhifə 63-də 48-ci sual. Bura baxın. Deyir ki, K-nın hansı qiymətində təminin sonsuz saydaları var. Yazıb 6x topla KY bərabərdir K çıx 3. Sonra verib K çıx 8 vur x. Üstə gəl 8y bərabərdir 14. Bu, iki dəyişənli xətti təhlillər sistemidir. Deyir, K-nın hansı sonsuz həlli var deyir. İndi A1-imiz nədir Hülya burada? Bəli, A1-in yerində nə durur? Sakin, 6-da, bəli, A1-imiz 6-dır. Sonra şərqiyə bəs A2 neçədir? A2-miz K çıx 8-dir. A-lar həmişə ikisinin qabaqlarında olur axı. K çıx 8-dir. Bəli. A-biraz B1-imiz K-dır. Sonra damla B2-miz
8-dir. 8 ilə C1-imiz Kartımız. K -3, C2-miz də 14. İndi 3 dənə nisbətdir. Məsələn, hansısa ikisini götür işte fərq eləmir. İndi məsələn, birinci ilə ikincini götürən neyiniyək? Çarpacaq. K nəyə vurulacaq? Karşı 8-ə, mötərizədə təbii ki, bərabərdir. 8 nəyə vurulacaq? 6-ya. İndi K-nı K-ya vuranda K kvadratı çıx 8K çıx 48 də bu tərəfə keçir ki, kvadrat təmini kimi işləyəsən. Elə bir ki, burada x-imiz K-dır, ax kvadrat çıx 8x C. Deməli, burada viyetə görə K1 vur K2 mənfi 48. K1 topla K2 müsbət 8. Hansı ədədlərdir uşaqlar? Vuranda mənfi 48, toplayanda 8. 12 ilə mənfi 6, yox. 12 mənfi 4. 12 ilə mənfi 4, bəli, düzdür. 12 ilə mənfi 4. İndi qulaq as, K-nın neçə qiymətini tapmışıq? 2 qiymətini. Bizə nə istəyirdi orada? K-nın hansı? Hansı qiymətində? Deməli, biri ödəməlidir. Yerinə qoyub, baxın, görə hansında 3 də bərabər olacaq. Bura baxın bir dənə. Məsələn, K-nın 12 qiymətini götür qoy. 12 çıx 8. 2. Niyə 4? 4-də 6 oldu da bu. Yadda saxlayaq, 4-də 6 oldu. Görək o birlər deyin olur. 8-də 12. İxtisar eləyəndə nə olur? 3-də 4. Gəlin bunu ixtisar eləyək 4-də 6-nı. Neçə olur? 2-də 3. 2-də 3. 2-də 3. Bunda 8-də 12-ni də ixtisar aparanda 4-də. 2-də 3. 4-də o da 2-də 3. 12 çıx 3. 15. 12 çıx 3. 9. 14-də 9 olmadı. Bunlar 2-də 3 oldu, ikisi də bərabər oldu. Nəyə zorda kəsbirəyə? Alısıya düşdü. Bilmək olmaz, etibar yoxdur ikilərə. Yaxşı. İndi K-nı yenə 12 qoyanda bu 2-də 3 oldu, bu da 2-də 3 oldu. Amma bu 14-də 9 oldu. Ödədi? Ödəmədi. Üçü də bərabər olmadı. Bunu götürməyəcəksən. Mən cavabımız nədir? Mənfi 4. Mənfi 4. Anladınız mı? Üçüncü hal. Gəlir nə halı? Həlli yox. Həlli yoxdur bu. Bəli. Həlli yoxdur halı. Üçüncü gəldi. Həlli yoxdur ha. Bura diqqət. Deməli, üçüncü hal. Deməli, sistem həlli yoxdur deyərsən, həlli yoxdur deyilərsə, nə edəcəksən? Uşaq, A1 böl A2 bərabər olacaq B1 böl B2, amma fərqli deyil C1 böl C2. Bu formulu unutmayacaqsınız. Düzdür, topluda gözümə dəymədi buna ait sual. Amma sonsuzdan neçə yerdə var? Bundan olmadı. Amma yenə də eyni prosesdir. Yenə də eyni qaydadır. Qulaq salındır. Təhlillər sisteminin həll yollarının, həll sayılarının araşdırılması 3 qaydadır. Amma təhlillər sisteminin əlavə həll yolları var. Yəni sonsuz, yeganə, bir də həll olmamaqdan başqa bir neçə həll prosesi. Məsələn, alt-alta toplamaq var, çıxmaq var, sonra əvəz etmə var, sonra müxtəsərlərin köməyi ilə işləmək var. Bəli, olar getsin. Sakitcə deyə çıxsınlar. Deməli, gəldik təhlillər sisteminin əlavə həll yolları. Deməli, təhlillər sisteminin təhlillər sisteminin digər həll yolları. Digər həll yolları nələrdir? 1. Deməli, alt-alta toplamaq. Deməli, alt-alta toplamaq. Nə vaxt eləyəcək bunu? Deməli, alt-alta toplamağı birisi nə vaxt tətbiq edəcəksiniz? Məsələn, gördün ki, əks işarəlidirlərsə, hansısa əmsallar, əks ya da yazdım ki, əks işarəli əmsallar varsa, əks, çünki əks işarəli onu toplayır. Məsələn, tutaq ki,
A açıq B bərabərdir 5. A topla B bərabərdir məsələn 10. Bunu nə etməliyik? Alt-alta toplamaq olar. Çünki burada əks işarələr var. Ona görə deyirik ki, əks işarəli görürsən. Bu dərslərimi siz çıxın qaytaracağım deyir. Bu studentlərim var. Bəxti gəlir. Mənim dayandırım ki. Əks işarəli. Əks işarəli əmsallar olarsa Mən bu bir işarədir. deməli əks işarəli əmsallar olarsa alt-alta toplayacaq. Əks işarəli deyilsə hansısa ədədə vurub sonra alt-alta toplayacaq. Aydınmı? Eyniləşdirmək. Əks işarəli əmsallar olarsa topla. Deməli əks işarəli olmasa müəyyən bir ədədə vurub əmsalları nə edirsən? Əksə gətirsən ya da bərabərləşdirirsən də əmsalları müəyyən bir ədədə vurub bərabərləşdirirsən. Məsələn buna aid nümunə sualların çoxu, əksəriyyəti də məsələn buna aiddir, bu qaydalara aiddir, alt-alta toplamağa, çıxmağa. Məsələn tutaq ki 64-cü sual var. Baxa bilərik 64-cü suala burada. Yazıb ki uşaqlar 3x topla ya da ki məsələn 59-a baxaq. 59-a. Baxın. 64 yazdım. 59-a baxaq. Getdim. Deməli 59-cu sualda yazıb 4x çıxır y. Bax 4x çıxır y bərabərdir 6-ya. 3x topla 2y 13-ə. 3x topla 2y bərabərdir 13-ə. İndi uşaqlar burada əks işarələr görürsünüz, görmürsünüz. Çünki əmsallar necədir? Müxtəlifdir, fərqlidir. İndi burada məsələn bu mənfi 3y-dir, bu müsbət 2y-dir. Yuxarıdakı neçə vuracam? 2-yə, aşağıdakı 3-ə ki 6-ya gəlsin. İkisi də. Yəni bunu neçə vuracam uşaqlar? 2-yə, bunu 3-ə. Amma hamısını da bilirsiniz. Bərabərliyin bir tərəfini vurub o biri tərəfini saxlamaq olmaz. Eyni anda hamısına vurmalıyıq. İndi deməli, düzdür, ayağın gəlib çox böyük üstündən ayır. Hə. İndi burada uşaqlar nə edəcəyik? Baxın. İndi 2-ni 4x-ə vuranda 8x. 2-ni mənfi 2y-ə vuranda neçə edəcək? Mənfi 6y. Bəli. 2-ni də 6-ya vuranda neçə? 12. Bəli. 3-ü 3x-ə vuranda 9x, 3-ü də 2y-ə vuranda 6y, 3-ü də 13-ə vuranda 39. Görürsünüz, indi əks işarəli nələrdir burada? 6y-lər plus toplayacaq, bunlar getdi. Neçə x elədir? 17x bərabərdir nəyə? Toplayanda 51-ə. X də tapmaq üçün 51, 17 üçün 3. X-in yerində 3 qoyub nəyi tapacaqsan? Y. Hansısa birində, ürəyin istəyən birində balaca, əmsallar balaca olan yerdə də, məsələn 4x çıx 3y bərabərdir 6 tənlikdə. X-in yerində nə qoyacaqsan? 3 qoyacaqsan. 4-ü 12 çıx 3y bərabərdir 6-ya. Buradan da mənfi 3y sağa atırsan, müsbət 3y. Bunu da bu tərəfə atırsan, 12-dən də 6 çıxanda 6. Y nəyə bərabərdir? 2-yə. Y 2, x 3. Səndən də istəyir x kvadrat topla y kvadratı deyəsən, hə? X kvadratı topla y kvadratı. 3-ün kvadratı 9, 2-nin də kvadratı 4. Bu deyir 13. Bunu deyirsən? Yaxşı. Əfqus? Əfqus? Hə. Deməli. Bu belə. İndi bir də var uşaqlar, alt-alta çıxa da bilərsən. Alt-alta çıxa. Onda əks işarəli olmayan eləyəcəksən. Gördüm ki, sən tənliklər sistemində əks işarəli deyilsə, alt-alta nə edəcəksən? Təbii ki, əmsallar eyni olmalıdır ki, çıxmalısan. Niyə uçurdursan evi? Deməli, ikinci alt-alta çıxmaq. Alt-alta çıxmaq. Bunun üçün əmsallar eyni olmalıdır. Əmsallar eyni olmalı. Toplamaq üçün əks işarəli olmalı. Bəli. İndi baxırıq nümunə. Məsələn, burada elə deməli 64 demişdik bayaq.
Elə ona indi baxaq. Məsələn 64-cü sual. Orada əks işarə görmüşdü, eləmi? Hamısı nədir? Toplamadır. 3x topla 4y bərabərdir neçəyə? 3x topla 4y bərabərdir 8-ə. Siz də baxın suallara. Sonra 7x topla 6y bərabərdir. 7x topla 6y bərabərdir 22-yə. İndi uşaqlar. Y-ın cəmimiz. Aha. Məsələn burada 4y-dir, burada 6y-dir. 12-yə gətirək. 4-ü neçəyə vuracam buranı? 3-ə. 3-ə, 12-yə gətirmək üçün də. Bəli. Bunu 3-ə, birincini 3-ə, ikincini 2-yə. 2-yə. İndi 3-ə vuranda 3x-i. 9x. 9x. 12 üstə gəlir. 12y. Bəli. Bərabərdir 24. Eyni deyil da. Eyniləşdirilir da. Onun üstündə də eyniləşdiririk. Hə də. Sadəcə orada topladı, burada çıxacaq o da. İstədiyin şey yox, bəli. Əlbəttə. Bəli, istədiyin. Hətta burada mənfiyə də vura bilərsən. Fərqi yoxdur. Yenə onun kimi eyni şey. Şərt deyil ki, həm orada 100% toplamalısan, çıxara bilərsən. Deməli, 2-ni də 7x-ə 14x, 2-ni 6y-ə 12y, Belə 44. 2-ni 23-ə 44. İndi alt-alta toplasaq heç biri getmir axı. Eləmi? Alt-alta çıxmalıyıq. Neyirsən mənfiyə bu, belə çıx. Altdan yuxarı çıx. 14x-dən 9x çıxanda 5x. 12y çıx 12y. 0. 44 çıx 24. 20. X-də neçə oldu? 4. X-i 4 tapdıq. Bizdən x plus y istəyir. X-in yerinə 4 qoyub y tapacaq. Məsələn, balaca yerdə. Burada böyük rəqəmlər yox. 3 vur 4. 12. 12. Topla 4y. Bərabər 8. 8. Deməli, 4y bərabərdir. 8 çıx 12. Mənfi 4. 1 dolu mənfi 1. Bunların cəmini istəyir. Mənfi 1-dən 4-ün cəmi. Hə, gələn dəmini yaşayır. Deməli. 3-ə. Oldu neçə? 4 ilə mənfi 1-in cəmi 3 elədi, eləmi? Bəli. Yaxşı. Deməli, indi baxırıq, müxtəsərlərin köməyi ilə təhlillər sisteminin işlənməsi. Müxtəsər yeni gəlir. Deməli, 3-cü hal. Deməli, müxtəsərin köməyi ilə... Gördün, bilirsən də müxtəsərlərin hamısını? Hamısı. Variantını bilirsən də? Demək olar. Demək olar ki, sən gözü yandırdın burada. Müxtəsərin köməyi ilə həll. İndi burada da müxtəsərdən bir neçə yerdə istifadə olunacaq uşaqlar, bir neçə də yox, hətta çox. Məsələn, tutaq ki, necə? Bekar baxımda bank seçməkdə. Deməli, məsələn, əslində bir neçə yerdə var uşaqlar, müxtəsər. Şey yuxudan deyəcək, Firudun yatırır, tez yekunlaşdaq ki, Firudun yuxusu gəlir. Bundan sonra çıxan hazır. Hə, uşaqlar. Məsələn, yazar bunu. Deməli. 50. Müxtəsəri bilmək lazım ki, işləyəsən. 50 damla. Yazıb n çıx m bərabərdir 7-yə. N-da 1 çıx m-da 1 bərabərdir mənfi 18-də 7. Deməli, indi səndən soruşur ki, m kvadratı topla n kvadratı. Bu da müxtəsərdir. Deməli, sakitsiz deməyin. Valentina, m kvadrat topla n kvadratın açışını Deməli, bir də 2 dənə üstü var idi da. de. Birindi. Birincisi, m üstə gəl n, mötərizə kvadratı, çıxılsın 2m. Düzdür, sözdür, bəs edir. Yəni, o birisində çıxma forması da bunun. M çıxını orada topla 2m olur. Deməli, indi görürsən ki, sən bunun cavabını taparsın. N çıxımı verilib onsuz da. Yerinə 7 qoyacaqsan. İndi bunu nəyə gətirmək lazımdır? İkincini. Və kəsr gördünsə, kəsrlərin çıxılması, toplanması gördünsə, nəyə gətirməlisən? Ortaq məsələ. Və əsəbləşir. Ortaq. İndi n ilə m-nı ortaq məzi gətirmək üçün bunu nəyə vurmalıyam? M-ya. Bunu nə vurmalıyam? M-ya da. Onda
M-nı da bu nə vurdun? Mını. M-ya. Ya. Çıxılsın bu nə vurdun? N. M-ya. Bərabər nəyə? Mənfi 18. 18-də 7. Bəli. Mənfi 18-də 7. İndi uşaqlar, n çıx m neçə verir bizə? 7. Mı çıxını da. Bəs m çıx n neçə olacaq? Mənfi 7 da. Bir-birinin əksidir da. M çıxından n çıx m. İndi gətir m çıx n-nın yerinə yazacağam. Mənfi 7 bölünsün m-nı. Bərabər mənfi neçə? 18-də 7. Mənfi 7-lər neynəyəcək çarpaz vuranda? Gedəcək. Onda m-nı nəyə bərabərdir? 18-də. M-nı da bilirsən. N çıxmanı da bilirsən. İndi bunu tapacaqsan da, gəlib burada. Necə? Mıçıqlığını yazmalı ediyor da. Burada. Yo, şeydə düşürdən mıçıqlığını. Fərq edir ki, kvadratda onsuzsa. Heç bir fərq eləməyəcək. İndi bizim əlimizdə n çıxma olduğu üçün bunun hansı ilə açırıq? Çıxması ilə. Yazırıq. M çıx n-nın nəyi? Kvadratı üstə gəl 2m. M çıx n-nımız neçədir? Mənfi 7. Mənfi 7-nin kvadratı 49 üstə gəl 2m. 2-ni 18-ə vuracaqsan 36. Bunların da cəmi 85. 85. Şu. Belə. Müxtəsərlərə gələn. Deməli. Sonra bir də var əvəz etmə. Ondan da bir iki dənə işləyək. Şu. Bitir. Əvəz etmə. Əvəz etmə. Neynədir sən? Daha da elədim. Başı boyu yatırsan lövhədə dolur. Mən yatmıram. İstəsən. Deməli. Deməli, gəldik 4-cü əvəz etmə. Əvəz etmə. Heç bir yolla işləməsən belə, istənilən təlimlər sistemini əvəz etmə ilə işləmək olacaq. Nə ilə? Əvəz etmə ilə. Rəvan başa düşürsən də mövzunu? Yatırıyor. Bəli müəllim. Yox, ha. Uşağın üstünə şərat verir. Deyirlər ki, Rəvan yatır. Mən deyirəm ki, yox, Rəvan yatmaz. Sağın üstüne yaşar. Yaxşı. Sən çallar. Əvəz etmədə tənliyin birində dəyişəni tapıb o birində yerinə qoyursan. Tənliyin birində, hansısa birində. Hansında tapmaq rahatsa, balaca birində. Tənliyin birində, hansısa birində. Tənliyin birində hansısa dəyişəni tapıb, ya x-i, ya y-i, hansısa dəyişəni tapıb, digərində əvəz edir. Yerinə yazalım. 1 milyon abone. Deməli, dəyişəni tapıb digərində bağla. Digərində əvəz edirik, yerinə yazırıq. Necə? Məsələn, nümunədə daha yaxşı anlayacaqsınız. Məsələn, funksiyonu verin. Deməli, uşaqlar, burada məsələn baxırıq biz deməli, əvəz etmə ilə tutaq ki. Məsələn, Telefon qalxdı. 32-yə də baxa bilərik. 33-ə də ev yox. Üzünə nəyə? Ya, ulan. Anlaşır o. Yaxşı, götürsən tut. Deməli, Nə deyir? 32-yə baxaq da orası. neçə? 32 əslində daha sadədir. Mən başqasına baxmaq istəyirdim. Nə? Nümunə. 32-yə baxın bir dənə. Uşaqlar, 32-yə baxın bir dənə. Ben tuttum. Deməli, deyir y bərabərdir 2x. Bir tənliyimiz budur. Nə deyir ki? 5x topla 2y bərabərdir 18-ə. İndi 8-i nəyə əvəz edəcəm burada? Y-ni orada 2x Y-in yerinə nə yazacağım? 2x. Bu hazırdır. Bəzən hazır olmayan deyil, onu da adi yazacağım. Harada y gördün, yerə nə yazacaqsan? 2x. Çünki y 2x-ə. 5x durub yerində. 2 vur. 2 vur 2x. 7x Bərabər bərabərdir. Şeydir. 9 Tələsmə, 8 tələsmə. bərabərdir. 9x elədi də bunlar. Dərsə baxmır, hansız? Fikir burada deyil, yəni gedir.
Nəyə baxsan, telefon necə tutur, qaldırır. Bura bax da, sən nə olur? Dərsə bax. Onun x nəyə bərabərdir? 2'ye. X 2-dirsə, 2-ni 2-yə vuranda y neçə olacaq? 4. Şurada. X-i tapdın y gedə. Bəzən həllər cütü soruşanda funksiyada yazırdıq. Birinci həmişə nəyin qiyməti yazılırdı? A, x'in. X-in ikinci. Bu belə də soruşa bilər də. Belə görsə belə eləməyin. Oha, görsən bundan. Birinci x sonra y. Belə də yaza bilər. Həllər cütü. Belə. Görsədim mən getir. Deməli, indi gəlib başqa bir əvəz etmə. Yəni, sırf tənilər sisteminin Müəllim, ona işıq düşdü. deyiləcəkləri bu qədərdir. Yaxşı. İndi başqa bir əvəz etmə. Burada məsələn, yaxşı, uşaqlar. Gəlirsiniz birisi nəyə? 78-ə də baxaq. Bu da əvəz etmə ilə daha rahat işləmək olur. 78-ci sual. Nümunə 78. Burada uşaqlar. X kvadrat sıx 3xy üstə gəlir 2y kvadrat bərabərdir 12. Sonra x sıx 2y bərabərdir 1-ə. İndi qulaq as. Hansında dəyişəni tapmaq daha rahatdır? Birincidə yoxsa ikincidə? İkincidə. Yox. F-yudun tutsun. Hə. Dəfələrlə tutsun. Birincidə tapmaq rahatdır, ikincidə. Verirəm. Uşaqlar, dəyişəni tapmaq hansında rahatdır? İkincidə də. Birincidə görürsünüz nə qədər şey var. Burada hansı ikisi tapa bilərsən, heç biri. Amma ikincidə nəyi tapacaq? Müəllim, 78'de 4 diyor birinci cevabı. Yaxşı. Deməli. Belə olsun. İndi hansında tapmaq daha rahatdır? İkincidə. İkincidə nəyi tapacaq? X-i da, x bərabərdir. Mənfi 2 hara atacaqsan? Necə olacaq? Müsbət 2 topla bir. Aparıb harada x gördüyün yerinə nə yazacaqsan? 2 topla 1. İndi x 2 topla 1'dir. Nəyin kvadratı? 2 topla 1'in kvadratı. Bax, birincidə əvəz edirik. 2 topla 1'in kvadratı. Çıx. 3 vur y. X'in yerinə nə yazacağım? 2y topla 1. Başa düşdünüz? X'in yerinə. Burada da x yoxda olduğu üçün nə yazıram? 2y kvadrat bərabərdir. İndi müxtəsərlə açırıq. Nəyin kvadratı? 2y kvadratı yer 4y kvadrat. Üstəcəl 2ab 4y. Üstəcəl 1'in kvadratı 1. Mənfi 3y müsbət 2y vuranda 6y kvadratı. Mənfi 3y 1'ə vuranda 0 toplar 2y kvadrat bərabərdir 4. 4y kvadrat topla 2y kvadrat. 6 Çıx 6y kvadrat. 0. Görürsünüz bunlar neyin adamsı? 4y çıx 3y. 1y. Topla 1 var da başqa ədəd var. Bərabər 4'ə. Y nə oldu? 3 söz gördüm, söz tapdım. Əvəz etməyəm. İndi y-i yerine nə yazacaqsan burada? 3. X bərabərdir. 2 vur nə? 3 topla 1. X da olur 7. X da y-i də tapdım. Tamam. Anladınız mı? Ama bize benzeyin. Yox. Məsələləri bərabərləşdirin. Ben istemiyorum. Deməli. Ben bu sanırım. Yəni işte. Bu san. Bəli. Rəvan xoş gördünüz. Hello Ryan. Deməli. Yaxşı. Məsələn, 36. Nümunə 36. Qulaq, 36. Toplaya baxın da. Nümunə 36. Ben bakayım ben. 36. Nümunə. Nə da yazılmaz? 36. Qulaq. Deyir ki, A parametri hansı qiymətində 2m bir də 3m. Bu nəyin yerində durur? X-in bu nəyin yerində durur? Aparıb harada x görəcəksənsə yerinə 2 mi, y gördüyün yerə 3 mi yazacaqsan. İndi tənlər sistemimizi yazırıq. 2x topla ay bərabər 1. Sonra x topla 2y. Şu. İkisi yerine yazıram. 2 vur 2. 4'üm. Üstəcə. Y yerine yazır 3m. Onda 3ma. Yaxşı. Bərabərdir 1'ə. İndi x-in yerine yazıram yerə. 2m. Üstəcə. Y-in yerine 3m yazalım. 2'ni 3'e vuranda 6m bərabər nəyə? 8'ə.
İnşallah. A orada mənfi 2-dir. A mənfi Burada. A mənfi 2-dir. Altdan evi tapır. Bir dənə A'nı verib, kim verir bu A'nı? Yox. Hə, deyir A'nın qiymətini tap. İndi uşaq gəldi normal təlimlər sistemi. Bu alt alta toplayanda da getmir, çıxanda da getmir heç biri. Bunu neçəyə vuracam? 2-yə vuracam ki, neçəyə mi olsun? 4'im çıx, 4'im 0 eləyəcək də, bunlar gedəcək. Ona görə ikincini nəyə vururam? 2'yə hamısını. Birinci qalır, bax, olduğu kimi. 4'im topla 3M A bərabərdir 1. 2'yə vuranda 4'im, 2'yə vuranda neçəyə eləyəcək? 2'yə vuranda 12M bərabər nəyə? 10. Alt alta nə edir uşaqlar? Çıxırıq. 4'im çıx, 4'im. 0. 12M. Burada nəsə... Mən məncə A-nın yerinə 2 qoymalıyam. Niyə 2 vurmalısan? 2 var orada. Yox, A. Nə düzgün yazmamışım? Toplayanda 16'ya bərabər olur, M də 1'ə bərabər olur. M tapandan sonra yuxarıya qoyaq, A-nı tapaq. Yox, nə toplayır? Hə, A-nın yerinə 2 burada qoyaq, biz- bitsin bu. bu niyə demirik? Mən bayaq Mən dedim. deyirəm. 2'ye topla 6'ya. 8'e. Bu niyə vururdu buna 2'ye? Bu neçəyə bərabər? 8'ə. Ha, buradan tapdıq orada. 2'ye topla 6'ya. 8. Bunu həll edək. 8'in bərabərdir nəyə? 8'ə. M nə bərabərdir? Sonra. 3 də M-iymiş ki. M1'dir. Aparıb M-i yerinə qoyacaq. 1 qoy, bağını tapacaqsan birincidə. Aydındır? Bax birincidə. Burada M-i yerinə qoyacaq 1. 4 vur 1, 4. Üstə gəl. 3 vur 1. 3A bərabərdir 1'ə. 3A nəyə bərabərdir? 1 çıx 4. Mənfi 3. A nəyə bərabərdir? Mənfi 4. Belə. Sonra... Dayan, bu nə qədər verəcəm, nə qədər verəcəm. Anam kutu. Sonra... Evi nəvi? Demə. Teachers. Sən yaxınlaşdırmaq oluyorsun. Qorxsun. Məsələn, 56'ya da baxaq. Ay mən kutu. Evdə baxaq. Üzdən baxsaq. Vay olsun. 56. Evdə də dəhşət baxırsa. Gürüldün. Hə? Nümunə 56. A kvadrat çıx B kvadrat deyir 13'dür. Bastır. Uşaqlar, heç A ilə B natural ədədlər olarsa bunların hansını tap. Bu nədir? Bildiyimiz nədir bu? Cimrinin müxtəsər, necə açılır? A çıx B A topla bir. Allah Allah. Firdin yeganə bildiyi düzdür. Hə? Yoxsa A çıx B, A topla B. İndi uşaqlar, Muni vuranda neçə eləyir? 13. Hansı ədədə hansı ədədə vuranda 13 eləyir? 13'dən 1. Bunlar, niyə görə bu natural ədədlər daxil? Mən tez dedin ama. Bu 1 olmalıdır, bu heç olmalıdır. Toplamanı böyük götürsən də. Bunu nəyə bərabər verirsən? 1'ə. Bunu nəyə bərabər verirsən? 13'ə. İşifadə tapa bilərsən, amma həlli yolu bilməsə bəlkə yazdısı olmuş. 13. Alt alta nə edirik? Topluyorum. Topluyoruz. Bunlar getdi. Beraberdi 14. 2 oldu 14. A da bərabərdir. 7. Bəli. Şəkildə. Hələ ki, təhlillər sisteminin hesablama hissəsini, yəni misallar hissəsinə baxdım, məsələlər hissəsinə ayrıca baxacaq. Sağ ol, Məmmədə. Bazar günü yaddan çıxmasın. Benim eve ne versiniz? Abone olun. Saçdım. Mən deyə bilirəm saçdım.